Dostlar devam edirik. Bayaqları 2 dəqiqəyə istirahət edeyim dedim. İndi istirahətim qurtarıb başlayıram yenə. İndi başlayaq görək hansı maşından girmək olar. Onsuz da nə edəcəksən belə deyil. Çox da fikrim verimli deyil. Bir dənə bu mənim maraqlıdır. Buna gələk bu bir reporu boyumuza götürək ki düzəlsin. Qəbul eləməsə. Amma dünənlər bu maşını 1600 CP elədim. Repor gəlmədi. Hələ məndə bir dənə də bu maşın var. Bu da 2000 CP, amma bunu mən eləməmişəm. Bunu başqası eləyibdi. Deyirəm görən. Yəni bazarda ən çox, yəni qiymət göstərən maşınlarımızdan biri Supra'dır. Bazarda ən çox qiymət göstərən maşınlarımızdan biri elə Supra'dır. Supra'nı götürək. Bu Supra'ya inşallah hesabım ban yeməz. Yəni tez bazar bu ayarı eləyim. Satma o. Sonra belə eləyək. Yüngül var bir dənə. 927 HP yox, amma belə eləyək. Belə. Birdən bağçalar, ona görə istəmirəm bağça alsın. 1079 CP bəhsizdir buna. Yəqin ki yenə report gəlibdir. Oy. 2 dənədir. Oy, 2 dənədir özdə. İndi girək oyuna. 1000 EP də məncə bəsdir buna. Qaldıra bilərdim, amma qaldırmıram. Çünki birdən çox eləyirəm deyə hesabıma ban yeyərəm. Onu istəmirəm. Şurada tez bazar bu qaqaşda mən yer atdı. Allah şansı sağ eləsin. Fırsat demirəm. Kameranı qaldırıb yuxarı qoyaq. Bu niyə belə eləyir? Niyə bu da qavaq qaldırır ki? Yesuka var. Ay, söhbət bağlı. Lazımsız şeiri bağlamaq lazımdır. Ömrədə taxmadı, amma nəyəsə. Aha, F10 gəldi bir dənə qəşəng. Azərbaycanda maşın alveri yoxdur. Çalmat xarici getməkdir. Xaric məsələn İngilisdə zəddə qəşəng alırlar maşınları. İngilisə gedəkdir. İngilisə gediriksə İngilis maşınla gedəkdir. Belə qəlbə. Fərqli bir dənə maşınla gedək. Bu axırıncı dəfə şu maşınların hansından gedim. Mən hansını yığmışdım, o Mercedes hanı. Bu Mercedes'lə gedim ora. Dünya satışıb dolu. Yəni bu nömrə sitəsində dəyişdireyim. Taqqıltı səslər gələ bilər, onlara fikir verin. Yəni naşnikdən olan işdir o. Ona görə fikir vermək lazımdır ona. Digər. İndi Azərbaycana yox, İngilistanı İngilis. İngilis, buradan dağa girir. Çalışdığım qədər videoları qısa edirəm ki, qoy, yəni qısa olsun ki, maraqlı olsun. İndi bir dənə baxaq, 20 nəfər var. Onu da aşağıdadır. Nə gedək.
Bəlkə bu yaxınlarda özümə bir dənə klan qura bilərəm, amma həqiqətən o klan almayayam, amma klan qura bilərəm. Burada deyəsən maşın cənnətidir. Bir dənə insan gözümə dəydi indidən. Sistem var. Oy. Burada da keyf deyir. Maşınlara baxayım. Maşınımızdan düşək. Qarqaşın maşınına var, nə qəşəngdir. Kim öyrənmək istəyir? Gəlib buradan baxıb eləmək olar əslində. Çox qəşəng olur. Bura nə yazıb heç başa düşmürəm. Nə eləyir bura? Deyəsən kask eləyibdir bura. Ulduz tavan eləyibdir, qəşəng. Arı eləyibdir, yəni fərqlidir buralar. Oy, bunu da qəşəng yığıbdılar. Yəni bu ingilislərin qəşəng texnologiyası var. Uf. Getdi amma qəşəng maşın idi. Qardaşımız orada yazıq. Heç zat yoxdur üstündə maşının. Ortalığa giribdi, amma 1695 ipidir. Yəqin mənim taktikdən eləyib. Hamıya global taktikdən eləyib. Oy, qəşəng deyə bu. Qəşəng dəqiq. Budur, bu maşın mənasızdır məndə. Yəni belə yığmaqdansa, məndə kimi belə ağ-qarı yığmaq məncə daha da yaxşıdır. Yəni bu videonu da 8, nə bilim, 8-9 dəqiqə eləyib çıxıram. Ay, mənim karakterimlə. Ay, oxşarlığa baxayım. Ərəbistanlılar ortada gəzişir. Yəni bir şey başa düşmürəm ingiliscə bu dəqiqə bunların danışıqlarından. Amma qəşəng loq eləyib bu maşında olan. Dostlar, videomuz bu qədər. Videomuz qurtardı. Sağ olun.